Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rüfət müəllim Şəxəliyev. Bu günlərdə sizlər üçün buraxılış imtahanı düşəcək. Buraxılışda düşə bilmə ehtimalı olan 5 sualın izahını verəcəm. Düşünürəm ki, sizlər üçün faydalı olacaq. Çox rahat bir sual var burada. Yəni, belə sual yazıb ki, uzağın perimetri 32-dir. Perimetri 32-dir. Yəqin ki, mən yazmamış, elə siz həll eləyərsiniz. Oturacağı 12 cm olarsa, bərabər yanında uzaqdan söhbət gedir. Oturacağı 12 cm olarsa, A tərəfi 12. Bizə deyir, bunun yan tərəfini tapışın. Uşaqlar, necə yazarıq? Perimetrdən çıxarıq nə? A tərəfini. Yəni nə? Yəni 32-dən çıxarıq 12-ni. Alarıq nə? Alarıq 20. Deməli, yan tərəflərin cəmi 20-dir. Yan tərəflərin cəmi 20-dirsə, ona hər tərəfi 2-yə bölərək alarıq nə? 10. Deməli, bunların hər biri nəyə bərabərdir? 10-a bərabərdir. Rahat suallardan biri idi. Belə bir sual var burada. Bu suala baxaq. Hündürlüyü 3 cm, sahəsi 24 olan, deməli, rombun perimetrini deyir tap. Rombun perimetrini deyir tap. Uşaqlar, necə taparıq bunu? Biz bilirik ki, rombun sahə düsturlarının D1/2 var. Sonra tərəf-tərəfə endirilən hündürlüyün hasili var. Yəni, bu kimi düsturlarımız var. Onda biz nə yazarıq burada? Buraya yazarıq ki, AH. Burada nə yazarım? 24 bərabərdir. A vurulsun 3. A nə olur onda? A tərəfi olur 8. Rombun perimetrini deyirsə, perimetr nəyə bərabərdir? 4A-ya. Romb kvadratla eyni idi də. Onda perimetr nə olar? 4-dən 8-in 32. Cavab eləyəcək nə? Cavab eləyəcək 32 eləyəcək cavab. Yadımızdan çıxmasın. Sonra burada belə qəşəng bir sual var. Deyir ki, x kvadrat çıx 5x plus 13 bərabərdir 0 kvadrat tənliyində. Tənliyin kökləri x1, x2-dir. 1x1 vur x2-nin kvadratı üstə gəl. x1-in kvadratı vur x2. Cəmini deyir tap. Uşaqlar biz bilirik ki, gəlin birinci bunu sadələşdirək. x1 vur x2-nin çıxartdım mətrədə xaricinə qaldı. x2 üstə gəl x1. Və biz bilirik ki, Viet teoreminə görə x1 x2-yə vuranda alıram nəyi? Əks işarə sərbəst həddir, yəni 13-ü. x1 ilə x2-ni toplayanda isə alıram əks işarə ilə b-ni, yəni 5-i. Gəlin burada yerinə qoyuram. x1 vur x2 nə verəcək mənə? 13. Bu da mənə nə verəcək? 5. 13-ü də 5-ə vuranda alıram nə? Alıram 65. Cavab elədi nə? Cavab elədi uşaqlar 65-ə bərabər oldu. Sonra belə bir sual veriblər burada. Deyir ki, 15 kiçikdir x üstəgəl 11 bərabərsizliyinin ən kiçik natural həllinə 20 əlavə etsək nə alarıq? Bunun ən kiçik natural həllinə 20 əlavə etsək. Bunun ən kiçik natural həllini tapmaq üçün nə edərik? 11-i gətiririk sol tərəfə. 15 çıxı 11 kiçikdir x-dən. 4 kiçikdir x-dən. Deməli, x-in aldığı qiymətlər nədir uşaqlar? Bil ki, 4-dən müsbət sonsuzluğa. Bunun alacağı ən kiçik qiymət olur onda 5. Ən kiçik qiymət olur 5. Deyir, bunun üçün 20 gəlsən nə olar? Yazırsan da 5 üstə gəlir 20. Onlar nə? Onlar 25. Nə olacaq? İndi baxırıq 5-ci suala. Növbəti suala baxaq. Bu sualda bizə nə deyir? Bu sualda bizə deyir ki, deyir A21 əgər ki 33-dür. A21 33 və deyir A25-dəki 43 olarsa deyir A23-ün qiymətini tap. Uşaqlar, ədədi silsilədə belə bir düstur var idi. A23 bərabər nəyə? Bunların ondan eyni uzaqlıqda olanların cəminin yarısına. Yəni A21 üstəgəl A25-in cəminin yarısına. Bu da verir mənə nə verir yoldaş? Bu da verir 33 ilə 43-ün cəminin yarısı. 33 ilə 43 mənə verir nə? 76. 76-nı da 2-yə bölündə nə alıram? Alıram 38. Deməli, bu mənə nə verəcək? 23 deməli nəymiş? 38-ə bərabər imiş. Uşaqlar, video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.